Hər bir namaz qılan müsəlman gündə ən azı 17 dəfə Fatihə surəsini oxuyur. Amma heç düşünmüsənmi, hər gün təkrar etdiyimiz bu ayələrin mənası nədir? Fatihə surəsinin son 2 ayəsinə diqqət et. Bizi doğru yola yönəlt, nemət verdiyin kəslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil. Fatihə surəsi 6-7 ayələr. Bəs bu nemət verilən insanlar kimlərdir? Allah bizə bu sualın cavabını Quranda verir. Bəqərə surəsinin 177-ci ayəsində Allah həqiqi möminin, həqiqi müsəlmanın xüsusiyyətlərini sadalayır. Yaxşı əməl, üzünüzü gün çıxan və gün batan tərəfə çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı, qohum əqrabaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə habelə döyüşə səbr edən şəxslərdir. Ayənin sonunda Allah buyurur, onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar, yəni Allahdan qorxanlar da elə məhz onlardır. Diqqət et, Allah burada müttəqilərin xüsusiyyətlərini sadalayır. Biz də hər gün namazlarımızda Allahdan məhz onların yolunda olmağı istəyirik. Namaz dinin dirəyidir. Lakin namaz yalnız hərəkətlərdən ibarət deyil. Namaz insanı dəyişdirməli, onu pislikdən uzaqlaşdırmalı, qəlbini gözəlləşdirməlidir. Allah elçisi ona və ailəsinə Allahın salavatı və salamı olsun buyurur. Bir deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda 5 dəfə yuyunsaydı, onun bədənində olan çirkabdan bir şey qalardımı? Səhabələr onun bədənindəki çirkabdan heç nə qalmazdı deyə cavab verdikdə, Allah elçisi ona və ailəsinə Allahın salavatı və salamı olsun buyurdu. 5 vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bununla günahları silir. Amma əgər insan namaz qıla-qıla yenə də zülm edir, insanların haqqına girir, yalan danışır, qəlbini islah etmirsə, o zaman özündən soruşmalıdır. Mən namazın tələb etdiklərini həyatımda yaşadırammı? Bəs niyə Allah bizə gündə dəfələrlə bizi doğru yola yönəlt deməyə öyrədir? Bunun hikməti haqda Allahın izni ilə növbəti videoda danışacağıq. Allah bizi doğru yolda olanlardan, nemət verdiyi salih bəndələrdən etsin. Amin.